Deməli, Kənan balamızın 6 yaşı var və Kənanda çox nadir görülən xəstəliklərdən iki tərəfli konjenital tibia psevdartroz deyirik və burada yəni qamış sümüyü dediyimizin burada yalançı bir oynağı olur və deməli bu uşağımızın sağ tərəfində bir dəfə əməliyyat ediblər və gördüyünüz kimi nəticə alınmayıb. Ayaq bu formadadır yenə və biz bunun sol tərəfini 9 ay öncə əməliyyat elədik və artıq bu ayaq düzəlib. Bu ayaqda şükür hər şey qaydasındadır. İndi biz bugün bu ayağını eləyəcəyik və bu ayaq bir dəfə dediyim kimi əməliyyat olduğuna görə burada biraz seçimimiz fərqli olacaq. Çünki ayaqda gördüyümüz kimi həm bu yalançı oynaqdır, bitişməyib bu öz yerində bu yer. Bir də ki bu qədər bir qısalıq var. Yəni biz burada həm bunu bu yalançı oynaq istəyən ləğv edib burada bir sümüyü bitişdirməliyik və buradan bir də ki uzatma eləməliyik ki bu ayağın uzunluğu da eyni formaya gəlsin. Və çətin bir yol gözləyir bizi, amma inşallah İnşallah Allah'ın izniyle. düzələr. Allah'ın izni.